Azərbaycan Texnologiya Universiteti İnnovasiya Mərkəzi təqdim edir. Salam dostlar. Bugün sizi çox qədim bir kəşfə aparacağım. Çox qədim zamanlarda insanlar ağır əşyaları yalnız öz gücləri ilə daşıyırdılar. Bu isə həm çətin idi, həm də çox vaxt aparırdı. Bir gün onlar gördülər ki, yuvarlaq daşlar daha asan hərəkət edir. Çünki yuvarlaq cisimlərdə sürtünmə daha az olur. Bu fikirdən istifadə edərək insanlar ilk təkəri yaratdılar. Təkər yük daşımağı asanlaşdırdı və vaxta qənaət etdi. Zamanla arabalar, daha sonra isə müasir avtomobillər yarandı. Bugün təkər həyatımızı hərəkətdə saxlayan əsas ixtiralardan biridir. Bu sadə yuvarlaq fikir insanların dünyanı daha uzaqlara aparmasına kömək etdi. Böyük ixtiralar bəzən ən sadə fikirlərdən doğur.